Salam əziz tələbələr. Bu gün sizlərlə qatlanmış kağızın kəsilməsi və kəsimlərin birləşdirilməsi dərsinin ikinci səviyyəsini çəkəcəyik. İlk sualımızda bizim ox işarəmizi biz ilk növbədə aşağıya tərəf açmalıyıq. Daha sonra isə sağ yuxarı küncə tərəf açmalıyıq. Və bildiyimiz kimi X kəsilişində, yəni üçbucaqvari açılışda içəridəki fiqur 90 dərəcə fırlanır. Yaxın hissəsi yaxına düşür, uzaq hissəsi gedir uzağa düşür. Gördüyünüz kimi yaxın yaxına, uzaq uzağa düşür. Buradan görə bilərsiniz. Amma dediyimiz kimi fiqur fırlanır. Yenə bax bu açılışda bu gəlib sağa düşəcəkdir aşağıdakı. Bu isə gedib yuxarı düşəcəkdir. Yenə yaxını yaxına düşəcək. Uzağı uzağa. Bunun da yaxını yaxına düşəcəkdir. Uzaq hissəsi isə gedib uzağa düşəcək. Yəni bu formada dayanmalıdır. Və düzgün cavab variantım olur Y variantı. Növbəti sualım ikinci sual. İkinci sualda da deməli eyni formada açılışdır. Eyni formada açırıq. Bu uzaq küncdə duran gedir uzaq küncə düşür gördüyünüz kimi. Yəni gəlir bura düşür uzaq küncdə duran. Və bu da gəlir oturacaqda durduğuna görə elə gəlir oturacağa düşür. Eyni ilə bunu açsaq. Bu üçbucaq birləşir və kvadrat əmələ gətirir. Sağ tərəfə açılanda yenə üçbucaq kimi açılır və iki dənə üçbucaq birləşib kvadrat əmələ gətirir. Bu aşağıdakı gəlir sağ tərəfə düşür və soldakı da gəlir yuxarıya düşür. Cavabımız olur D variantı. Növbəti sualımız üçüncü sual. Üçüncü sualda yenə ox işarəsi var. Ox işarəsinin artıq biz açılışını bildik. İlk növbədə yaxın hissəsi yaxına düşəcək, uzaq hissəsi gedib uzağa düşəcək. Və dairə də gördüyünüz kimi ox hissəsinin, yəni istiqaməti göstərən tərəfində durubdur. Deməli, burada da eyni hissədə duracaqdır. Görürsünüz, bura yaxın durubdur deyə yaxın çək. Həm də uzaq küncdədir, gəlir uzaq küncə düşür. Aha, burada açılışda yenə ox işarəsi aşağı baxacaq. Dairə gəlib yenə yaxına düşəcək. Yaxında deyə yaxına düşür. Burada da yaxındadır deyə yaxına düşür. Burada da ox işarəsi deməli sol tərəfə baxacaq. Çünki yaxın hissəsi yaxına, uzaq hissəsi isə gedib uzağa düşmür. Deməli, düzgün cavab variantımız olur D variantı. Növbəti sualımız dördüncü sual. Dördüncü sualda ilk növbədə gəlin burada biz açılışı çəkək ki, görək hansı formada verilibdir. Deməli, bunu ilk növbədə üçbucaq formasında tamamlayırıq. Ondan sonra bunu yenidən kvadrata tamamlamalıyıq və sağ tərəf açmalıyıq. Qırıq-qırıq xəttlər hardadırsa, mən onu tamamlayıram. Ondan sonra deməli buradakı ağ hissə gəlir yaxına düşür. Elə burada ağ hissə yaradır. Yaxın küncdə gəlir, yaxın küncə düşür. Bu uzaqdır, gedir uzağa düşür. Və buradakı da gəlir üzü aşağı versiyada baxmalı. Bax, görürsünüz üzü oturacağa bax. Burada da oturacaq aşağı hissə. Elə üzü aşağı baxacaq. Yəni bu formada. Aha. Gəldik deməli yuxarı açılışa. Burada deməli bu üçbucaq yaxına düşür, burada boşluq yaradır. Bu üçbucaq da yaxına düşüb sol yuxarı küncdə boşluq yaradır. Yəni iki dənə boşluğum var. Buralar amma boşluq deyil, qaradır. Deməli A variantım, D variantım və C variantım həmin şeyə görə getdi. Çünki buralar ağ, buralar qara olmalıdır. İndi bunu sağa açanda təbii ki bu sağ tərəfə baxacaqdır. Və bu da yuxarı açılanda üzü yuxarı baxacaq. Burada da təbii ki, üçbucaqlar birləşib nə əmələ gətirir? Boş kvadrat əmələ gətirir. Cavabım olur deməli Y variantı gedir. Çünki burada bu fiqurun duruşu səhvdir. Cavabım olur B variantı. Növbəti sualımız 5-ci sual. 5-ci sualda deməli, bir dəfə bu hissəni sağa açmalıyam. Bir dəfə yenə eyni hissəni sola açmalıyam. Yəni ikisində də mən eyni hissəni açıram. Sağa açanda ürək tamamlanır. Və dairə uzaqda durduğuna görə gedir uzaqda durur. Təbii ki, ox işarəsi də tam aynı əksi kimi düşür. Yaxın hissəsi yaxına, uzaq hissəsi uzağa gedir. Burada sol tərəf açanda ürək gedir uzağa düşür, çünki uzaqdadır. Dairə yaxındadır, gəlir dairə yaxına düşür. Ox işarəsində yaxın hissəsi yaxına, uzaq hissəsi gedir uzağa düşür. Yəni burada ox işarəsi sol tərəfə baxmalıdır. B variantı getdi, D variantı getdi. Burada da qarşı-qarşıya baxmalıdır. Qarşı-qarşıya baxmalıdır deyə C variantı getdi.
Ya adı ya da ki Y. Gördüyünüz kimi ürək sağ tərəfdə tamdır, sol tərəfdə yarımçı. Burada Y variantında tam əksinə verib. Ona görə cavabım olur A variantı. Növbəti sualımız 6-cı sual. 6-cı sualda da eyni formada biz ilk növbədə açılışı tamamlamalıyıq. Buradakı balaca açılışı. Ondan sonra ümumi açılışa keçməliyik. Deməli, ilk növbədə bunu tamamlayırıq. Sonra bunu tamamlayırıq. Bu hissəni. Və en sonda kvadrata tamamlayırıq. Bunu açsaq, deməli, üçbucaq özünü tamamlayır və burada böyük bir üçbucaq əmələ gəlir. Burada da kiçik üçbucaqla kiçik üçbucaq birləşir və kvadrat əmələ gətirir. Sonra bunu aşağıya atsaq, təbii ki, buradakı kvadrat gəlib yaxına düşəcək bu formada. Və buradakı üçbucaq da gedib, bax, küncə baxır, görürsünüz, künc hissəyə baxır. Elə bil üçbucağın təpə nöqtəsi künc hissəyə baxır. Ona görə burada da hansı hissəyə baxacaq? Künc hissəyə baxacaq. Bunu sağa açanda kvadrat özünü tamamlayır və ortada kvadrat əmələ gətirir. Bunlar da yenə üçbucaqlar künc hissələrə baxmalıdır. Yəni bu formada və bu formada künclərə doğru baxmalıdır. Görürsünüz, bax burada künclərə doğru baxıb, amma ortadakı kvadrat səhv. Burada künclərə doğru baxmayıb. Künclərə doğru baxmalıdır üçbucaqların təpə nöqtələri. C variantı düzgündür, gördüyünüz kimi. D variantında yenə ortada rombdur. Burada da yenə ortada romb. Üçbucaqların duruşu da səhv. Deməli, növbəti sualımız bizim 7-ci sual. Baxaq 7-ci suala. 7-ci sualda da ortadakı fiquru mən hər üç tərəfə açmalıyam. Təbii ki, bunun açılışını da gəlin göstərək. Deməli, ilk növbədə bunu sağa açmalıyam. Ondan sonra bir dəfə sola açmalıyam. Və sonra bir dəfə də yuxarı açmalıyam. Və bu formada tamamlamalıyam. Baxsaq, deməli, bunu ilk növbədə sol tərəfə açsam, dairə yaxındır deyə gəlib yaxına düşəcək. Bu fiqurda sol tərəfə açdığım üçün üzü sola tərəf baxacaq. Yəni bu forma. Bunu sağ tərəfə açanda, bax, dairə uzaq küncdədir. Gedir, uzaq küncə düşür. Bu da yenə sağ tərəfə açılır deyə gedir, üzü sağa bax. Burada yuxarı açanda dairə yaxındır deyə gəlir, yaxına düşür. Və bu da yuxarı açılır deyə üzü gəlir, aşağı baxır. Tam əksi kimi görsənməlidir də, öz üzə baxmalıdır. Çünki bunu belə açırıq biz. Və uzaq küncə deyə gedib, uzaq küncə düşür. Deməli, burada dairələrin duruşu səhv verilib. Burada da dairələrin duruşu səhv verilib. Mənim sağ alt küncümdə dairə olmalıdır mütləq şəkildə. Çünki buradakı dairə gəlir, bura düşür. Buradan A variantı getdi. Qaldım C və Y variantları arasında. Gördüyünüz kimi burada da dairələrin duruşu səhv verilibdir. Belə yaxın yox, daha çox belə durmalıdır. C variantı da getdi, qaldı Y variantı. Növbəti sualımız 8-ci sual. 8-ci sual da eyni açılışdır. Sadəcə içəridəki fiqurlar fərqlidir. Deməli, açsaq, ilk növbədə sola, sonra sağa və sonra yuxarı. Bunu deməli, bu tərəfə açanda yaxın hissəsi yaxına, uzaq hissəsi gedir, uzağa düşür. Gördüyünüz kimi bu formada. Və dairə də gəlir, yaxında olduğuna görə yaxına düşür. Bu tərəfə də açanda dairə gəlir, yaxına düşür. Bunun da yaxın hissəsi yaxına, uzaq hissəsi gedir, uzağa düşür. Gördünüz, yaxını yaxına, uzağı uzağa düşür. Yuxarı açanda artıq bu simmetrik düşür, buradakı o, bu versiyada. Dairə də uzaq küncdə olduğuna görə gedir, uzaq küncdə düşür. Mənim ən başda dairəm olmalıdır. Oxların ikisi də eyni istiqamətə baxmalıdır. Eyni istiqamətə baxmalıdır deyə bu C variantından D variantını çıxırıq. Ondan sonra buradakı ox aşağı baxmalıdır. Buradakı ox yuxarı baxmalıdır. Buradan da Y variantı getdi və A variantı getdi. İkisində də çünki ya ikisi də yuxarı baxıb, ikisi də aşağı bax. Biri yuxarı, biri aşağı baxmalıdır. Qaldı B variantı. Növbəti sualım 9-cu sual. 9-cu suala baxsaq, deməli, ilk növbədə açılışımızı çəkək.
Təbii ki, buradakı üçbucağı tamamlasaq yaxşıdır biz ki, mən bilim ki, bu necə açılacaqdır. Aha, buradakı ağ hissə gəlib bura düşəcəkdir, təbii ki. Uzaq küncdən uzaq küncə düşür və ox işarəsi də fırlanaraq bu formada duracaqdır. Bu tərəfə də asdıqda ağ hissə gəlir bura ilə birləşir və burada bu formada fiqur əmələ gətirir və həmçinin də buradakı ox işarəsi də bu formada düşür. Yenə yaxın hissəsi yaxına, uzaq hissəsi uzağa. Yəni fırlanır. Yuxarı açanda ox deməli tam əksinə dayanacaqdır, aynı əksi kimi. Və buradakı ağ hissədə gəlib bura düşəcək və burada trapesiya əmələ gəlir gördüyünüz kimi bu hissədə. Trapesiya əmələ gətirdi. Deməli, düzbucaqlı yox, trapesiya olmalıdır ilk növbədə. D ilə B variantı getdi. Oxların hər üçü də eyni nöqtəyə baxmalıdır. Deməli, burada düzdür, burada düzdür, burada da düzdür. Onsuz B ilə D-ni çıxmışıq. Ha, burada da ox işarəsi yuxarı baxmalıdır. Y variantı da gedir. Amma nəyi qaçırmamalıyıq? Burada da A hissəm var. Çünki bu A hissəm belə açanda gəlirdi. Sol küncə düşürdü. A variantı da gedir, qalır C variantı. Növbəti sualımız 10-cu sual. 10-cu sualda açılışa baxsaq, ilk növbədə buradakı üçbucaq özünü tamamlayır və buradakı üçbucaq da özünü tamamlayır. Amma burada romba əmələ gəlir gördüyümüz kimi. Burada üçbucaq əmələ gəlir. Aha, və bu tərəfə açılanda bu üçbucaq da gəlir, bura düşür təbii ki. Bunu yuxarı açanda buradakı üçbucaq özünü tamamlamışdı onsuz. Onu əvvəlcədən yazdıq. Bu da özünü tamamlayır və iki dənə romb olur. Biri sol yuxarıda, biri sağ aşağıda. Və üçbucaq da olduğu kimi yuxarı hissəyə açılır və bu formada dayanır. Cavabımız olur deməli hansı variant? Cavabımız olur burada Y variantı. Növbəti sualımız 11-ci sual. 11-ci suala baxsaq, deməli 11-ci sualda necə olur? İlk növbədə biz kəsimi tamamlayaq. Kəsimimizi bu formada tamamladıq. Deməli, ilk növbədə bunu bu tərəfə açmalıyam və bunu bu tərəfə açanda buradakı ürək özünü tamamlayır və burada ürək əmələ gəlir. Buradakı dairə yaxındır, gəlir yaxına düşür. Buradakı ürək isə çevrilərək necə varsa olduğu kimi bu hissəyə düşür. Sonra bu fiquru bir dənə də bu hissəsi uzaq küncdən gedir, uzaq küncə düşür. Və açmalıyam bunu bu tərəfə indi. Bu özünü tamamlayır və burada ağ hissə yaranır. Bu da özünü tamamlayır. Həmin ağ hissə burada da yaranır. Yəni sol yuxarı küncdən sağ alt küncdə ağ hissə olmalı idi. Bunun kimi. Amma burada dördündə də var. Dördündə də yox. Sadəcə iki hissədə olmalıdır. Deməli, bu getdi, bu getdi. Bu hissələr düzdür, bu hissələr düzdür, bu hissələr düzdür. Aha, 3 dənə gördüyünüz kimi ürək var. Deməli, ortadakı hissə özünü dairəyə tamamlayır. 3 dənə də ürək olduğu kimi bu küncdəki gedir elə öz küncünə düşür. Buradakı gəlir sağ tərəfə düşür. Və buradakı da gedir yuxarı düşür. Və bu formada tamamlanır. Deməli, 6 dənə də ümumilikdə ürək olmalıdır. A variantı da Y variantı gedir, qalır D variantı. Növbəti sualımız 12-ci sual. 12-ci sualda yenə kəsimimizi tamamlasaq. Burada əslində bir dənə bunu bu hissəyə açanda cavabım çıxır. Necə? Bu üçbucaq gəlir bu hissəyə düşür.
Deməli, necə varsa o formada. Dairə də gəlir bu hissəyə düşür. Və bir dənə gördüyünüz kimi bu kvadratın hansı hissəsi? Sol yuxarı küncü. Sol yuxarı küncə baxsam bütün kvadratlarda, yəni bu hissəyə baxıram, bu hissəyə baxıram, bura, bura və bura. Bu hissələrə baxsam, gördüyünüz kimi bax mənim üçbucağım hara baxır? Üzü yuxarı. Burada üz aşağı var. Burada da üz aşağı var. Sonra dairələrim bu formadadır. Yəni belədir. İlk növbədə bu formada deyil. Bunu da biləsiniz. Gördüyünüz kimi bax burada düzdür. Burada düzdür. Onsuz bu variantı çıxmışam. Burada düzdür. Burada səhvdir. Görürsünüz, tam əksinə bax. Qaldı bir də buradakı üst bucağım. Buradakı üst bucağım da hansı tərəfə baxır? Üzü sol tərəfə baxır. Gördüyünüz kimi istiqaməti sol tərəfədir. Burada üzü sağ tərəfədir. B variantı gedir. Üzü sol tərəf olan bir daha A variantı qalır. O da düzgün variantım o olur. Deməli, növbəti sualımız 13-cü sual. 13-cü suala baxsaq. 13-cü sualda ilk növbədə açılışı çəkək. Açılış hansı formada olmalıdır? İlk növbədə mən aşağı atmalıyam bunu, sonra sağa atmalıyam. Gördüyünüz kimi. Ondan sonra yenə aşağı atmalıyam. Və ondan sonra tam olaraq sağa atmalıyam bu formada. Figurumu tamamlamalıyam. Sağ tərəfə atmalıyam. Aha, hər açanda deməli, buradakı dairələrin sayı 2-yə vurulur. Hər dəfə. Bax, elə bir 4 dənədir. Burada 4 dənə açılacaq. Olacaq 8 dənə. 8 də bura atılacaq, olacaq 16 dənə. Yəni, hər açılışda 2-yə vurur. Və buradan bura açdım, 2-yə vurdum, 8. Bura getdi. Sonra sağ tərəfə açdım, 2-yə vurdum, 16. Sonra aşağı açdım, 2-yə vurdum, 32. Burada açdım. Və bir dənə də sağ tərəfə açacağım, 32-ni də 2-yə vuracağım, olacaq 64. Deməli, ümumilikdə 64 dənə balaca dairə olmalıdır. 64 dənə də balaca dairə burada çox olar, burada da çox olar, burada az olar. Ya A-dır, ya C. C daha çox oxşuyur. Baxaq, 1, 2, 3, 4, 5, 6, 7, 8-in 1, 2, 3, 4, 5, 6, 7, 8. Bəli, 64 dənə burada. Cavabım olur C variantı. Hər açılışda 2-yə qatlanır dairələrin sayı. Bizdə də 64 dənə dairə lazım idi. O da cavab olur C variantı. Növbəti 14-cü sual. 14-cü sualda deməli ulduzların sayı da çoxalacaqdır. İlk növbədə sağa açmalıyam. Ondan sonra aşağıya açmalıyam. Və sonra yenə sağ tərəf açmalıyam. Deməli, bir ulduz da bu tərəfə açılır. Sonra 2 ulduz aşağı açılır. Sağ tərəfə də 2 ulduz atılır. 8 dənə ümumilikdə ulduz olmalıdır. Və yuxarıda duran ulduzun düz durubdur gördüyünüz kimi. Yuxarıdakılar düz durmalıdır. Aşağıdakılar bu formada yan durmalıdır. Y variantı buradan çıxır. Ondan sonra bura bir ulduz açılır. Aşağıda 2 ulduz açılır. Və sağ tərəfə də 4 dənə ulduz açılır. Yəni ümumilikdə 8 dənə ulduz olmalıdır. 4 burada, 4 də sağda. A variantından D variantı da gelir. Burada cəmisi 4 dənə ulduz var. 8 dənə ulduz olmalıdır ümumilikdə. Və bu ulduzu aşağı açarkən diqqətlə fikir verməlisiniz ki, bu ulduz olduğu kimi aşağı açılmır. Yəni olduğu kimi açılmamalı. Bunun biz tərəfi gedib aşağı düşməli idi. Görürsünüz, burada biz tərəfi yoxdur. Hanı? Biz tərəfi. Uc nöqtəsi gedib aşağı düşməlidir. Bax, buradakı kimi görürsünüz. Baxın, B variantındakı. Uc nöqtəsi, yəni uzaq hissəsi gedib uzağa düşməli idi. Yaxın hissəsi gəlib yaxına düşməli idi. Burada tam əksinə olduğuna görə C variantı gedir, qalır B variantı. Növbəti sualımız 15-ci sual.
15-ci sualda açılışı yenə çəkək. Buradakı üçbucaq hissə uzaq küncdən gəlib uzaq küncə düşəcək. Yəni bu hissəyə. Sonra buradakı kvadratlar da yaxındır, gəlib yaxına düşəcəklər. İndi bunu aşağı açıram. Bunu aşağı açanda təbii ki, üçbucaq özünü nə edəcək? Tamamlayacaqdır. Üçbucaq özünü tamamlayır. Bu hissədə üçbucaq özünü tamamlayır. Buradakı üçbucaq hissədə gedir, aşağı düşür. Və buradakılar da, balaca kvadratlar da olduqları kimi aşağıya paralel şəkildə köçürlər. Deməli, bu yaxındadır, yaxına düşür. Bu nisbətən uzaqdadır, gedir uzağa düşür. Eyni ilə bulardır. Necə varsa o formada da köçürürük. Təbii ki, bitişik formada olduqları üçün bitişik formada köçürdük. Yəni 4, 4, 8 dənə ümumilikdə burada kvadrat alınır. Və biz bunu hansı tərəfə açmalıyıq? Artıq sağ tərəfə açmalıyıq. Buradakı kvadratlar əslində bitişik düşür. Biz onları tam şəkildə qeyd eləmədik. Bunlar bitişik düşməlidir. Bu gördüyünüz kimi bura bitişikdir deyə bu kvadrat da bitişik olmalıydı. Bir saniyə bu hissəni tam düzəldək. Ondan sonra bu formada olmalıydı. Oradakı düzdür. Deməli bu açılanda burada olmalıydı. Bu da burada olmalı. Kvadrat forması. Aha, buradakıları amma düz sərmişdik. Onlar bu formada gəlir düşürlər aşağı. İndi sağ tərəfə açılanda təbii ki, bu da özünü düzbucaqlıya tamamlayır. Bu da özünü düzbucaqlıya tamamlayır. Bu da olduğu kimi gəlir düşür bura. Buradakı düzbucaqlı. Aha, ortada 4 dənə düzbucaqlı olmalıdır. Düzgün formada. Y variantında kimi yox, bu variantda. Bu variantda düzdür. B variantından C variantı da getdi. Aha, bura üçbucaq asılır. Yenə burada üçbucaq tamamlanır. Burada da üçbucaq tamamlanır. Aha, hər deməli tərəfdə bir dənə üçbucaq kəsiyi olmalıdır. A variantında da var, D variantında da var. Amma burada 2 dənə balaca kvadrat olmalıdır. Gördüyünüz kimi burada bir dənə balaca kvadrat var. Bu kvadratdan 2 dənə olmalıdır. A variantı getdi, qaldı. Hansı variant? Qaldı D variantı. Növbəti sualımız 16-cı sual. Sual 16-da deməli, ilk növbədə şəkli tamamlayaq. Və bunu sol tərəfə açmalıyıq bu dəfə. Aha, birinci aşağı açmalıyıq. Sonra yuxarı, sonra sol tərəfə. Deməli, tamamlayaq şəklimizi. Burada təbii ki, üçbucaq özünü tamamlayır və burada kvadrat əmələ gəlir. Burada balaca kəsikdə gedir, düşür bu küncə. Balaca kəsikdə bu küncə düşür. Yəni, hər tərəfdə balaca belə kəsik olmalıdır. B var variantları çıxır. Yuxarı açanda ortada yenə balaca kəsik əmələ gəlir, çox kiçik. Çox kiçik bir kəsik əmələ gəlir və kvadrat da olduğu kimi yuxarı açılır. Bu küncdəki balaca kəsikdə keçir bu künc. Və bunu sol tərəfə açıranda. Deməli, buradakı balaca kəsik bura keçir, aşağıdakı balaca kəsik bura keçir. Buradakı kəsiklər özünü tamamlayır və balaca romba əmələ gətirirlər ortada. Buradakı kvadratlar da olduqları kimi sol tərəfə köçürür. Ortada balaca romba əmələ gəlməli idi. Y variantı və D variantı gedir. Ortadakı balaca romb yoxdur. Burada qalır nə? C variantı. Gördüyünüz kimi ortada balaca romba əmələ gəlməli idi.
4 dənə kvadratım olduğu kimidir və qrafdakı kəsiklər də görsənir ki, düzgün verilib. Cavabım olur C variantı. Növbəti sualım 17-ci sual. 17-ci sualda kəsimimizi yenə tamamlayırıq. Burada kəsimimiz bu formadadır. Və sonra da sağa açmalıyıq. Aha, buradakı ağ kəsiyi təbii ki, bura düşür, olduğu kimi. Buradakı kəsiyi isə gəlir bura düşür. Bu tam əksinə düşür. Bir saniyə bunu daha incə çəksək daha yaxşı olar. Bu formada. Aha, bunu aşağıya açdıqda burada trapesiya yaranır. Burada bu formada bir trapesiya yaranır. Təbii ki, biz trapesiyanı bir incətsək deyil. Çünki yeri düzgün çəkməmişik. Burada deməli, bu özünü tamamlayır, bu fiqur. Kvadrat özünü tamamlayır. Və buradakı hissə də gəlir aşağı. Yenə sağ tərəfə açanda bu özünü trapesiya tamamlayır. Ortada kvadrat əmələ gəlir. Bu da özünü trapesiya tamamlayır. Hamısı yuxarıdakı çəkdiyim trapesiya kimi olmalıdır. Gördüyünüz kimi burada mən biraz incə çəkmişəm. Amma yuxarıdakılar kimi olmalıdır hamısı. Və bu da olduğu kimi sağ tərəfə açılır. Bu formada paralel şəkildə köçürürük. Deməli, 4 dənə trapesiyam olmalıdır ilk növbədə. Hamısı da ortadakı böyük kvadrata yaxın yerləşməlidir. Ortada balaca kvadrat olmamalıdır. Böyük kvadrat olmalıdır. Deməli, 4 dənə trapesiyam olmalıdır. Yenə böyük kvadrat olmalıdır. Ya C variantıdır, ya da A variantıdır. Gördüyünüz kimi yuxarıda heç bir kəsim yoxdur. Yəni, bura boş hissə atılacaqdır. Buranın boş olmağı düzgün deyil. Boşluq yoxdur burada. C variantı gedir, qalır A variantı. Növbəti sualımız 18-ci sual. 18-ci sualda ilk növbədə açılışı qeyd edək. Burada oxların məcburi şəkildə köçürmələrini qeyd etməliyik. Deməli, buradakı ox bu formada gəlir, düşür. Buradakı ox isə gəlir bu formada düşür. Gördüyünüz kimi, bu tərəfləri yaxındır. Biraz ondan başa düşmək olar əslində necə düşdü. Bu formada gəlir, düşür. Buradakı kvadrat da gəlir təbii ki, bu hissəyə düşür. Və bu özünü tamamlayır. Bu tərəfə açılanda burada tamamlayır. Buradakı ox işarəsi üzü bu formada düşür. Buradakı ox işarəsi isə bu formada düşür. Buradakı ox işarəsi yenə üzü aşağı versiyaya düşür. Buradakı daha yaxına düşməli idi. Daha yaxına düşür. Bu isə bu versiyada. Yəni, şəklin bu formada olmalıdır. Ox işarələrinə düzgün baxaq. Qalanları onsuz da ortadakı 2 dənə kvadrat bütün şəkillərdə var. Deməli, ox düşməlidir bu formada. Üzü aşağı, düzdür. Burada da düzdür. Burada səhvdir. Bu formada olmalı idi. A, B variantında kimi. Burada da düzdür, burada da düzdür. Buradakı ox isə belə düşməlidir. Üzü sağ tərəfə.
Uzu sağ tərəfə baxmalı idi, səhvdir. Üzü sağ tərəfə baxmalı idi, səhvdir. Üzü sağ tərəfə baxmalı idi, səhvdir. Və üzü sağ tərəfə baxmalı idi. Bir dənə hansı variantda düzdür? Bu variantda düzdür. Digər oxlara baxsaq, baxın, bu da düzdür. Bu da düzdür. Bu da düzdür. Bu da düzdür. Bu da düzdür və bu da düzdür. Hər biri düzdür. Cavabım olur Y variantı.